Konferansda Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsinin müavini Samir Seyid-Əhmədli, Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini Arzu Abdullayev, Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev, dövlət və hökumət rəsmiləri, Ali Məclisin deputatları, ictimaiyyət nümayəndələri və kollecin kollektivi iştirak ediblər. Tədbir iştirakçıları əvvəlcə Naxçıvan Dövlət Texniki Kollecinin bir əsrli inkişaf yoluna həsr olunan sərgiyə baxıblar. Konferansın açılış mərasimində ümummilli lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının dövlət himni səsləndirilib. Sonra Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecinin 100 illik yubileyinə həsr olunan videoçarx nümayiş etdirilib. Kollecimizin geniş sinif otaqları, laboratoriyaları, kompüter sinifləri və zəngin kitabxanası var. Fəaliyyətə kollecdə 13 ixtisas üzrə mütəxəssis hazırlanır. Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsinin müavini Samir Seyid-Əhmədli bildirib ki, bugün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ölkənin bütün regionları kimi Naxçıvanın da inkişafını daim diqqət mərkəzində saxlayır və Muxtar Respublikanın sosial-iqtisadi potensialının gücləndirilməsi üçün ardıcıl addımlar atılır. Dövlət başçısının Naxçıvana göstərdiyi qayğı digər sahələrlə yanaşı təhsil və insan kapitalının inkişafına yönəlmiş layihələrin daha sürətlə həyata keçirilməsinə şərait yaradır. Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün dövlət proqramı insan kapitalının gücləndirilməsini əsas strateji hədəf kimi müəyyənləşdirir. Bu çərçivədə peşə təhsilinin rolunun artırılması, müasir ixtisasların tətbiqi və istehsalat mühitinə uyğunlaşdırılmış təlim bazasının yaradılması vacibdir. Naxçıvan Dövlət Texniki Kolleci də bu missiyanın önündə gedərək real ehtiyaclara uyğun peşəkar mütəxəssislər hazırlayan aparıcı təhsil müəssisəsi olaraq fəaliyyətini daha da təkmilləşdirməlidir. 100 illik təcrübəni yenilikçi yanaşmalarla sintez etmək, kollecin gələcək nəsillər üçün də güvənilən kadr ocağı olaraq qalmasına şərait yaradır. Samir Seyid-Əhmədli 2024-2025-ci tədris ilində kolleci bitirən 142 məzundan 60-nın ali məktəblərə qəbul olunmasının tədrisin keyfiyyətinin artmasının bariz nümunəsi kimi dəyərləndirərək vurğulayıb ki, kollec 100 illik təcrübəsinə söykənərək tədris prosesinə müasir texnologiyaların tətbiqi, innovativ yanaşmaların təşviqi və yaradıcı təlim mühitinin formalaşdırılması istiqamətində də mühüm addımlar atmalıdır. Səlahiyyətli nümayəndənin müavini kollecin 100 illik ənənələrinin davamçılarına, tələbələrə tövsiyələrini verib, təhsil ocağının 100 illik yubileyi münasibəti ilə bütün kollektivi təbrik edib, hər kəsə yeni uğurlar arzulayıb. Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev kollecin 100 illiyinin Naxçıvanda təhsil tarixinin önəmli bir səhifəsi olduğunu bildirib. Yeni dövrün tələblərindən, elmi texnoloji yanaşmalardan bəhs edən rektor, universitet kollec əməkdaşlığının uğurlarını, eləcə də fəaliyyətin təhsil sahəsində həyata keçirilən inkişaf strategiyasına uyğun davam etdirildiyini qeyd edib, müasir dövrün tələblərinə əsaslanan islahatların aparıldığını, texniki kollecin fəaliyyətinin daha da genişləndirildiyini diqqətə çatdırıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini Arzu Abdullayev kollecdə yaradılan yeni tədris imkanlarından və təhsil ocağının əsrlik yubileyinin ictimai əhəmiyyətindən danışıb. Naxçıvan Dövlət Texniki Kollecinin ötən 100 ildə şərəfli bir yol keçdiyini bildirən Ali Məclisin sədrinin müavini vurğulayıb ki, Ulu Öndər Heydər Əliyevin fəaliyyətinin Naxçıvan dövründən başlayaraq təhsil ocağı davamlı inkişaf yoluna qədəm qoyub. Kollecin Naxçıvan Dövlət Universitetinin nəzdinə verilməsi isə potensialdan daha səmərəli istifadəyə imkan yaradıb. Arzu Abdullayev Ali Məclis adından Naxçıvan Dövlət Texniki Kollecinin kollektivini təbrik edib, uğurların davamını diləyib. Naxçıvan Dövlət Texniki Kollecinin direktoru Asəf Ruşanov və kollecin fəxri məzunu İsmail Ağalarov kollecin uğurlarından danışıblar. Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müvafiq sərəncamına əsasən Muxtar Respublikada orta ixtisas təhsilinin inkişafındakı səmərəli fəaliyyətlərinə görə təltif edilən Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecinin direktoru Asəf Ruşanova və kollecin müəllimi Səadət Qasımovaya Naxçıvan Muxtar Respublikasına xidmətlərə görə, bir qrup əməkdaşa isə rəşadətli əməyə görə nişanları təqdim olunub.
Həmçinin kollecə Muxtar Respublikada orta ixtisas təhsilinin inkişafındakı səmərəli fəaliyyətlərinə görə və 100 illik yubiley münasibəti ilə Ali Məclisin fəxri fərmanı təqdim edilib. Tədbirdə digər bir qrup əməkdaşan universitetin fəxri fərman və təşəkkürnamələri, eləcə də İsmail Ağalarova kollecin fəxri məzunu diplomu təqdim edilib. Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan bölməsinin sədri akademik İsmail Hacıyev kollecə hədiyyə təqdim edib.